Baxırıq məxrəcdə ki, nəşalaq. Məxrəcdə nə edirik və? Deməli, deyirik ki, burada ortaq məxrəc eləsək, 2-in kvadratında 2-in kvadratı çıxaq 1 eləyərmi? Bura, yenə 3-ün kvadratında 3-ün kvadratı çıxaq 1 eləyər. Bu birlərin də başına qüvvətinə bir dənə 2 yazıram. O nə fərqi var ki, ya 1-in kvadratı ya da 1 eyni şeydir, öyle mi? Bir də bura, nöqtələr. 11-in kvadratında 11-in kvadratı çıxaq 1 yazıram, düzdür? Bərabər. Açıqlamasıyla gəlin dəqiqli ilə hamısını yazaq ki, gedənləri görə biləsiniz. Bax, müxtəsərə görə məxrəci birinci köçürəm, sonra da müxtəsərə görə yuxarıdan danışarıq. Nə gələcək? 4, 5, 5, 6, 7, 8, 9, 10, 11, eləmi? Yaxşı, sürətə baxın mən. Kvadrat, belə bir şey. Sürətdə gör nə olur. Bax, 2-dən birini çıxanda qalar 1, 2 üstə 1 gələndə eləyər 3. 3-dən birini çıxanda qalar 2, 3 üstə 1 gələndə 4. Ondan sonra 3-dən sonra nə gələcək? 4. 4-dən birini çıxacaq, 4-ün üstünə 1-ni gələcək. 5-dən birini çıxacaq, 5-in üstünə 1-ni gələcək. 6-dan birini çıxaram, 6-ın üstünə 1-ni gələrəm. 7-dən birini çıxaram, 7-nin üstə 1-ni gələrəm. 8-dən birini çıxaram, 8-nin üstə 1-ni gələrəm. Sonra 9-dan birini çıxaram, 9-un üstə 1-ni gələrəm. 10-dan birini çıxaram, 10-un üstünə 1-ni gələrəm. Sonra nə qaldı? 11-dən birini çıxaram, 11-in üstünə 1-ni gələrəm. Olar öyle bir şey. Deməli deyir ki, burada da baxsan ki, əslində bunların hamısını yazmasan da olur. Sadəcə ixtisar görəsiniz deyə hamısını yazdım. İndi də ixtisarını aparsan. İxtisar gedənlər hansılardır? Qırmızı buydu. Bax, maraqlı sual, bir dənə bax. Bax, bununla bu gedərmi? Hə, ehtiyatlı olun. 2-nin hamısı getmədi ha. 2 üstünə idi, 2-nin bir dənəsi gedir, eləmi? Tələsməcən, olmaz. Bax, 3-dən 2-də nədir? 3-dən 2-də nədir? 4-dən 2-də nədir? 4-dən 2-də nədir? 5-dən 2-dir, 2-də nədir? 6-dan 2-də nədir? 7-dən 2-də nədir? 8-dən 2-də nədir? 9-dan 2-də nədir? 10-dan da 2 dənəsi getdi. 11-dən biri var, biri yoxdur, görsən. Yekunda nə qalıbdır, baxın görün. Bax, məxrəcdə bir dənə 2 qalıb 10 köçürürəm. Sonra məxrəcdə 11 qalıb 10 köçürürəm. Sürətdə də heç nə yoxdur, bir dənə nə qalıb? 12. Sürəti onsuz da hesablamışdıq, nə eləmişdik? 121-də 30. Bax, məxrəclə ixtisar geçsin 11-ə bölüm, qalsın nə? 11. 121-i 11-ə böldüm, 11 qaldı. 12-ni 2-yə bölmüşəm 6, 6 ilə 30 gedər 5. Cavab olar C bəndi. Başa düşdük? Müxtəsər magistrına görə elədik, cavab oldu C.